Qafanlı kəndində fəaliyyət göstərən Məhərrəm adlı fermer kənd sakinləri arasında xeyirxahlığı və insanpərvərliyi ilə böyük hörmət qazanıb. O, yalnız təsərrüfatını inkişaf etdirən bir sahibkar deyil, eyni zamanda ehtiyacı olan insanlara daim dəstək göstərən mərhəmətli bir şəxs kimi tanınır. Məhərrəm uzun illərdir zəhməti ilə qurduğu fermer təsərrüfatında həm kənd təsərrüfatının inkişafına töhfə verir, həm də bir çox ailənin dolanışığına yardım edir. Onun sayəsində neçə insan işlə təmin olunub, bir çox ailənin süfrəsinə çörək gedib. Kənd sakinləri bildirirlər ki, Məhərrəm çətin gündə insanların yanında olan, imkansız ailələrə yardımını əsirgəməyən xeyriyyətçi insanlardan biridir. Onun sadəliyi, zəhmətkeşliyi və insanlara qarşı qayğıkeş münasibəti Qafanlı kəndində nümunə kimi göstərilir. Belə insanların fəaliyyəti cəmiyyət üçün örnək olmaqla yanaşı, kəndlərdə birlik və həmrəylik ruhunu da gücləndirir. Məhərrəm kimi zəhmətkeş və xeyirxah insanların sayı artsın.